Azərbaycan Milli Elm Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, Milli Məclisin Toponimiya Komissiyasının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Musa Urudun Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elm Akademiyasının prezidenti akademik İsa Həbibəyli bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elm Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycan dili və tarixinin öyrənilməsi sahəsində alimlər qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Onun sözlərinə görə Azərbaycan dilinin saflığının qorunması və daxili imkanlar hesabına zənginləşdirilməsi müxtəlif mənbələr vasitəsilə həyata keçirilə bilər. Akademik İsa Həbibəyli ictimaiyyətə təqdim olunan Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti kitabını Azərbaycan dilinin daxili imkanlar hesabına zənginləşməsi baxımından mühüm elmi mənbə kimi dəyərləndirib. Müəllifin topladığı zəngin materiallar, apardığı təhlillər və araşdırmalar nəticəsində kitabın Qərbi Zəngəzurun tarixi coğrafi salnaməsini əks etdirən mühüm elmi mənbə olduğunu deyən akademik İsa Həbibəyli kitabın həm lingvistik, həm də tarixi baxımdan böyük əhəmiyyət daşıdığını bildirib. Sonra çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmraslanov Qərbi Zəngəzurdakı toponimlərin ətraflı və sistemli tədqiqinə həsr olunmuş kitabın bölgənin tarixi yaddaşının bərpası baxımından mühüm elmi əhəmiyyət daşıdığını bildirib. Qeyd edilib ki, bu nəşr müəllifin Zəngəzurun tarixinə həsr edilmiş 7-ci tədqiqat əsəridir. Akademik Əhliman Əmraslanov qeyd edib ki, Musa Urudun bu kitabı ölkə başçısının çağırışlarına və qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Qərbi Azərbaycanın tarixi coğrafi irsinin araşdırılması, toponimlərinin öyrənilməsi və tarixi həqiqətlərin elmi əsaslarla təqdim olunması istiqamətində mühüm töhfədir. Tədbirdə çıxış edənlər kitabın məziyyətlərindən danışıb, nəşri mühüm elmi tarixi hadisə kimi yüksək dəyərləndiriblər. Sonda kitabın müəllifi Musa Urud çıxış edərək nəşrin hazırlanma prosesi, aparılan araşdırmalar və istifadə olunan mənbələr barədə məlumat verib. Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edək ki, 316 səhifəlik Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti kitabının elmi redaktoru akademik İsa Həbibəyli, rəyçiləri professor Hikmət Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır. Leyla Namiq qızı Ziyaxudiyev, Fərid Əşimov, Elm TV.